Qida təhlükəsizliyi haqqında qanuna əsasən bəzi məhsullar yalnız dövlət qeydiyyatına alındıqdan sonra dövriyyəyə buraxıla bilər. Lakin bəzi sahibkarlar bu tələblərə vaxtında əməl eləmir. Məhsul və preparatların qeydiyyat müddətinin uzadılması ilə bağlı əvvəlcədən Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmalıdır. Daha ətraflı sujetdə biləcəyik. Məlum olduğu kimi Qida Təhlükəsizliyi haqqında qanunun 25-ci maddəsində nəzərdə tutulmuş məhsulların, o cümlədən yeni növ qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları, qida əlavələri, yem əlavələri, bioloji aktiv qida məhsulları və təbii mineral suların, eləcə də baytarlıq preparatları, pestisidlər, bioloji preparatlar və agrokimyəvi maddələrin dövlət qeydiyyatı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Qeydiyyata tələb olunan lakin qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır. Lakin bu sahədə aparılan təhlillər göstərir ki, qeydiyyat müddəti ilə bağlı qanunvericilikdə konkret tarixlər müəyyən edilsə də, hələ də bəzi sahibkarlar təkrar qeydiyyat yaxud qeydiyyatda olan preparatların şəhadətnamələrinin qüvvədə olma müddətinin uzadılması ilə əlaqədar vaxtında müraciət etmirlər. Agentlik tərəfindən qanunvericiliyə uyğun qaydada dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilmiş və qeydiyyat müddətləri başa çatmaqda olan preparat və məhsulların qeydiyyatı ilə əlaqədar rəsmi müraciətlərdən əvvəl müvafiq metodiki yardımların alınması, həmin preparat və məhsulların laborator sınaqlarında istifadə olunan metod, analitik standart, reaktiv, serum, etalon, nümunə, qida mühitinin dəqiqləşdirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutu ilə əlaqə saxlanılmalıdır. Qeydiyyat üçün müraciət olunduqdan sonra isə zəruri materiallar, preparat və məhsul nümunələri ilə birlikdə instituta təqdim edilməlidir. Sahibkarlar qeydiyyatla əlaqədar daha ətraflı məlumat almaq üçün qeyd olunan nömrələrə zəng vura və ya elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.